Təşəkkür edirəm suala görə. Bəli, bu günlərdə çox insanları maraqlandıran suallardan biridir. Ümumiyyətlə bunu qeyd edeyim ki, orucluq Ramazan ayı fərdi yox, ictimai ibadətdir. Yəni, baxmayaraq ki, biz fərdi qaydada oruç tuturuq, ibadətlər edirik, amma hədislərdə qeyd olunur ki, kim fitrə zəkatı verməsə, onun orucu qəbul olunmaz. Yəni, oruc bizə həm də ictimai məsuliyyətimizi xatırladır. Biz bayram edərkən yoxsul insanları düşünməliyik. Bayram süfrəsinin təşkil edilməsinə bəzi insanlar ola bilər, imkanı zəif olsun, gücü çatmasın. Biz o insanlara yardım etməliyik. Fitrə zəkatı bu niyyətlə ayrılır və vacib bir əməldir. Yəni, dinimizin vacib buyurduğu əməldir, amma imkanı olan insanlara vacibdir. Fitrə zəkatı ay göründüyü zaman fitrə zəkatı ayrılır və fitrə zəkatı gecə ilə verilsə daha yaxşıdır. Ən geci bayram namazına qədər, səhər 8-9-a qədər, birdən çatdırmasaq günorta namazına qədər, olmasa axşama qədər. Hər halda biz fitrə zəkatını ödəməliyik. Fitrə zəkatının məbləği nə qədərdir? 3 kiloqram arpa, buğda, un, düyü, kişmiş, xurma və s. ərzaq növlərinin dəyəri qədər. Həmin məbləğdə fitrə zəkatı ayrılır və ailə başçısı tərəfindən ayrılır. Ailə üzvlərinin hər birinin adından. Hətta yenicə doğulmuş körpənin adından fitrə zəkatı ayrılmalıdır və yoxsul insanlara çatdırılmalıdır. Dünyaya gəlməmiş uşağın adından ana əgər qadın hamilədirsə, onun adından ayırmaq vacib deyil, sadəcə bəyəniləndir. Müstəhəbdir ki, onun adından fitrə zəkatı ayrılsın. Yəni, bu şərtlərlə fitrə zəkatı ayrılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təxminən 10-15 manat məbləğ müəyyən edilib. Əlbəttə, bu məbləği insanlar bazar qiymətləri ilə tənzimləyə bilər. Yəni, dediyim o ərzaq növlərinin bazardakı qiymətlərinə baxa bilər və hər bir insan ola bilər buğdanın 2 kiloqramı 1 manatı olsun, 3 manat bir insan, bir adamın adından ayrılsın. Amma imkanı çatan insanlar mümkün qədər daha çox fitrə zəkatı ayırsınlar.